Məhbə xanım, indi biz yenə də təkrarladıq bu mövzunu. Hə də mən bunu hər dəfə Yəni, o təkrar keçən dəfə deyirəm. videomuzda çox ətraflı bu haqda danışmışıq. Yenə izləyicilərin xahişini nəzərə alaraq bir də təkrarladıq burada. Hə, amma yenə də kimsə dərin belə lap belə baxmaq istəsə digər videomuza baxa bilərlər. Nəsə orada yanlış başa düşmələr olur. Yəni mən hər dəfə bunu təkrarlayıram. Olur. Biz panik ataka məsələsinə qayıdaq. Ümumiyyətlə bir dənə məsələ var. Bax, məsəl üçün mən əgər panik atak vaxtı o nəfəsimi idarə eləməyə başlayıramsa, yəni tam olaraq idarə eləyirəmsə onu, faktiki olaraq oraya çıxır ki, mən onda beynimi də elə idarə eləyə bilərəm də. Burada panik atak anı zamanı sırf mən fokuslanım nəfəsə, nəfəs alım, nəfəs verim, nəfəs alım, nəfəs verimdən o keçmir. Bəs nə təsir edir ona? Orada mütləq şəkildə nəfəsi verəndə uzadılmış şəkildə vermək lazımdır. Uzadılmış şəkildə. Məsələn, necə? Mən bayaq necə dedim? 4 saniyə nəfəs aldım, düzdür? 4. Altını verəndə nə qədər bacarırsansa, nəfəsi uzadırsan. Uzadılmış şəkildə nəfəsi vermək tamamən bədəni sakitləşdirmək deməkdir. Burada 2 saniyə ortadakı 2 var idi. 4 alırdım, 2 saxlayırdım, 6-2 verirdim. 2 saniyə səni anidən sakitləşdirir, amma uzadılmış şəkildə nəfəsi vermək, məsələn, alırsan 4 aldın, 2 tutdun. Ha şəklindəki nəfəsi veririk, uzadaraq. O səni tamamən panikdən qurtaracaq. Mən baxın, bir də məsələ deyim sizə, bu asma xəstələri olur. Bəli. Düzdür, mən bənzətmə eləmək istəmirəm bunları, amma onlarda da o nəfəs olur da, nəfəslə bağlı nəsə problem olur. Hiss edirsən ki, o vaxt elə bil ki, nəfəsləri daralma başlayır, daralmağa doğru gedir. Çox asma xəstələr çox gəlir. Bu nəsə oxşarlıq var bunlar arasında. Oxşarlıq var, sadəcə burada biraz başqa formaya düşür. Burada belə görürsüz. Bu psixoloji məsələdir. Bu psixoloji məsələdir. Sənin irsi məsələdir. Bəli, burada psixoloji gedir də. Görürsüz, ağzından köpük gəlir, tam panikə düşür. İnsan özünü panikləyir. Burada insan özünü panikləyir. Yəni orada heç bir ölüm qorxusu yoxdur, heç nə yoxdur. Sadəcə sürətli şəkildəki nəfəs daralmağa başlayır və ürək döyüntüləri artır, başlayır daha da bunun paniki daha da sürətlənir, daha da alovlanır. Amma ki eyni hisslər yaşanır. Sadəcə asma xəstələrinə sizə deyim ki, Fuad bəy çox gözəl təsir göstərir. Həminki. Çox gözəl nəfəslər. Yəni mən hər dəfə onu təkrarlayıram. Gəlirlər, öyrənirlər, gedib bunu evdə davamlı şəkildə eləyirlər. Bilirsiniz necə gözəl təsir edir. Belə baxanda bizim Aytan xanımda da var idi. Bəli, Aytan xanımda da var idi. Asma var, amma düzdür belə dərin deyildi, amma nəfəsindən hiss olunur, danışan kimi hiss olunur. Amma bir dənə məsələ var, o mən yadımdadır, siz onunla elədiniz, o nə qədər getdi də. Onun gedəndən sonra artıq onda o demək olar ki, yoxdur. Siz əvvəllər daha çox bürüzə verirdi. O danışıqdan hiss olunurdu, öskürəkdən hiss olunurdu. Olmaya belə də, yəni elə o şeyə gəlmişik, vəziyyətə gəlmişik. Aytan xanım onu davam eləmədi axı. Aytan xanım yarımçıq qoydu, getdi. Aytan xanım 3 dəfə gəldi. 3 dəfə gəldi, 5 dəfə gəldi. Hətta yarımçıq qoymağı belə, indi hal-hazırda mən görürüm, onda yoxdur demək olar ki, mən belə, yəni neçə vaxtlar da, yəni bir ildir, mən demək olar ki, görməmişim onu. Amma faktiki olaraq görürdüm ha, yəni belə gedirdi. Həm də ki, o çıxışlarda da, onun səsinə qulaq asanda, səsindən o xışıltı, xırıltı o səsində hiss olunurdu. Amma indi heç nə yoxdur. Çox qəribədir, ümumiyyətlə təsiri qəribədir. Mən elə başa düşürəm ki, hətta onu o nəfəsi müəyyən bir öyrənəndən sonra bədən elə bil ona vərdiş eləyir, onu saxlayır özündə elə bil ki, o nəfəsin. Bədənin öz yaddaşı var. Bədənin yaddaşı var. Bax, indi mənə müraciət edirlər, məsələn, pasiyentlər gəlir, insan qarından heç vaxt nəfəs almayıb. Həmişə sinədən nəfəs alıb verir. Yəni, mən hər dəfə deyirəm ki, ən düzgün nəfəs qarından alınıb, qarından verilən nəfəsdir. İndi mən son zamanlar nəyi müşahidə edirəm? İndi bəzi nəfəslər var ki, sinədən alınıb, sinədən verilən nəfəslərdir. Yəni, bunu işləməliyik. Hardasa deyim də sizə bir 6 dəfə, yəni 6-cı dəfə idi ki, 6-cı dərs idi, pasiyent yanıma gəlirdi, tam qarınla nəfəs alır, qarından nəfəs verir. İndi mən bunun nəfəsini çevirməliyəm ki, yəni sinədən nəfəs alıb verən nəfəs texnikası var, bunu yerinə yetirmək lazımdır. Siz inanın ki, mən nə qədər elədim, özü nə qədər elədi, nəfəsini dəyişə bilmədi. Təsəvvür edirsiniz, nəfəsini dəyişə bilmədi. Necə ki, qarından nəfəs almanı 6 dəfə gəlməklə xanımın 64 yaşı var. 64 ildir bu adam sinədən nəfəs alır, sinədən nəfəs verir.
6-cı dərs idi ki, yəni biz qarını buna öyrətmişəm, qarınla nəfəs alır, qarınla nəfəs verir və əhvalında çox sürətli şəkildə dəyişim getdi. İnsanda problem nə idi? Nevroloji problemi var idi. Siz təsəvvür edin ki, dərman qurtaran günün səhərisindən bu insanın halı çönürdü. Deyir, mən 64 yaşım var, mənim yadıma gəlmir ki, hansı ildən başlamışam. Mən hər ilim həkimlərdə, hər ilim dərmanlarda, yəni mən nə qədər dərman qəbul eləməliyəm? Qax rayonundan gəlmişdi. Təsadüfən xanımı göndəriblər mənim yanıma, videolara, sizin videolara baxdıqdan sonra xanım Qax rayonundan gəlmişdi, mənə müraciət elədi. Problem nə idi? Oksigen çatışmazlığı. Beyində oksigen əskikliyi. Deməli, istifadə elədiyi dərmanlar da hamısı oksigenə qarşı olan dərmanlar idi. Qarşı olan dərmanlar. Bəli, oksigenə qarşı olan dərmanlar hamısı bunu verilib ki, yəni bu dərmanları qəbul edən kimi adam özünü yaxşı hiss eləyir, dərman kəsən kimi əhval dəyişir. Siz təsəvvür edin ki, o xanıma bu nəfəsləri öyrətdim. 2-ci, 3-cü dərsdən sonra o həm rəngində bozarıqlıq var idi, rəngin ağarmağa başladı və özündə çox böyük dəyişiklik hiss elədi ki, beyin oksigen gedir, bədən oksigen gedir, damarlar oksigen gedir, ürəyi oksigen gedir. Özünü çox gözəl hiss eləməyə başladı və dediyim kimi gələndə sinədən nəfəs alıb verirdi. İndi o dediyim nəfəsi biz nə qədər elədik, onu elətdirə bilmədik. Yəni 6 dərslə qarınla nəfəs alma, vermə bədəni öyrəşdi. 64 yaşında xanıma. Qarınla nəfəs alıb vermə niyə görə vacibdir? Mən hər dəfə bunu təkrarlayıram, diafraqmanı işləmək üçün. Bədən o qədər dərman qəbul edib ki, yəni burada bu diafraqmasını işlədə-işlədə qanda təmizləmə prosesi gedir. Qanını təmizləyir. Bədən təmizlənməlidir axı. 10 dəfə xanım yanıma gəldi, nəfəsləri də öyrəndi. Yəni 6-cı, 5-ci dərsdən sonra hardasa özündə çox böyük dəyişikliklə hər dərs bir dəyişiklik, hər dərs bir dəyişiklik tam 10 dəfə gəldi. Yəni 10 dəfə gəlsə pulunu bəs eləyir onlara. Gəldi, nəfəsləri də öyrəndi, hansı ki ona lazım olan nəfəslərdir. Hər gün səhər tezdən bunu yerinə yetirmək lazımdır, 30 dəqiqə. Bunu kim eləməz ki? Cəmi 30 dəqiqə. Cəmi 30 dəqiqə. Səhər tezdən durursunuz, ac qarnına 30 dəqiqə bunu yerinə yetir. Burada bədəndə birinci təmizləmə prosesi gedir. İkinci insan diafraqmasını işlədir. İnsan sağlam olur. Yəni bunun o qədər xəstəliyi var idi ki, yəni hər gün bir xəstəliyi atmağı, yəni hissləri tamamilə o xəstəlikdə olan hisslərdə qadında 10 dərsdə yox idi. Bundan sonra davamlı şəkildə bunu davam eləyəcək və hər dəfə Bakıya gəldikcə gələcək, yəni gələcək baxacaq, yəni hər dəfə ona fərqli-fərqli mən nəfəslər öyrədəcəm. Getsin davamlı şəkildə eləsin. İnsanlara bu təbliğ olunsa, əslində qanda bunu gəlib insanlar öyrənsə, rayondan gəlirlər, siz təsəvvür edin ki, rayondan gəlirlər. 2 gün burada qalırlar, 2 günə onu öyrənirlər və nəfəsləri və mən onlara mesaj şəklində verirəm ki, bunu evdə elə. Hər gün eləyirlər. O qədər gözəl geri dönüşlər olur mənə. Heç nə, sadəcə bir nəfəs texnikasıdır. Səhər tezdən durdu adam yerinə yetirdi, işinin gücündə. Yəni özündə çox güclü enerji hiss eləyir, özünü sağlam hiss eləyir. Əvvəl deyir, gəzməyə halım yox idi, 2 addım gəzirdim, yorulurdum. Yorğunluq hissi tamamilə insandan çıxır. Bədəndə təmizləmə prosesi gedir. Yəni nəfəs texnikaları ümumiyyətlə klinikalarda da eləsələr, yəni bütün klinikalarda eləsələr çox gözəl olar. Bilmirəm, siz deyirsiniz klinikalarda, amma klinika gedərlərmi buna?